İzləyicilər, bugün biz partlamalarla bağlı iki məsələyə baxacaq. Bu məsələlər sertifikasiya və ya MIQ imtahanında demək olar ən çətin tipli məsələdir. Məsələdə nə deyir? Gəlin məsələni əvvəlcə təhlil edək. Deməli, 15 kiloqram kütləsi olan cisim 25 metr/saniyə sürətlə yuxarı qalxır. 2 saniyədən sonra partlayır. 5-10 kiloqramlıq qəlpələrə bölünür. Kiçik qəlpə aşağı 5 metr/saniyə sürətlə gedir. Yuxarı qəlpənin sürətini bilmirik. Deyir ki, maksimum hündürlüyünü tapın. Yəni bu qəlpənin getdiyi maksimum hündürlüyü tapın. Deməli biz bax bu məsafəni biz tapmalıyıq yerdən maksimum hündürlüyü. Deməli burada ilk növbədə biz həm impulsun saxlanma qanunundan istifadə edəcəyik, eyni zamanda da kinematika tənliklərindən də istifadə edəcəyik. İlk öncə bizə lazımdır ki, tapmaq ki, H məsafəsini üzr istəyirəm. Bu H məsafəsini, yəni cisim bax buradan bura nə qədər məsafə yol gedir və buradan bura gedəndə yolun sonunda bütöv olarkən onun sürəti nəyə bərabər? Deməli biz tapmalıyıq burada H məsafəsini, sonra V cisim 2-ni tapmalıyıq, bütöv halda olanda tapmalıyıq və ondan sonra isə biz V2-ni tapırıq. Deməli H-ı tapmaq üçün H bərabərdir V cisim 1, yəni cisim olaraq birinci haldakı, bax bu haldakidir başlanğıc, vurulsun T çıxılsın J T kvadratı böl 2. H da burada bərabərdir. Birinci halda bu 25 metr/saniyədir. Zaman 2'dir. Çıxılsın 10 vurulsun. Zaman da 2'dir dediğimiz kimi 2'nin kvadratı böl 2. Deməli H bərabərdir buradan 50 çıxılsın 4 10 42 20. H elədi bizdə 30 metr. Deməli H-ı tapdıq. Sürəti tapmaq üçün də VC2 bərabərdir. VC1 çıxılsın JT. VC2 yəni 2. Burada bütöv halda bax burada VC2 budur. Bu VC2'dir. Buradakı isə VC1'dir. Deməli VC2 bərabərdir. Başlanğıc haldakı 25 çıxılsın 10 vurulsun 2. 25-dən 20 çıxanda deməli VC2 bərabərdir 5 metr/saniyə. Bax bu 5 metr/saniyə sürətinə çatanda partlayır. Yəni bu qəlpələrin sürətidir. Yəni cisim hələ 5 metr/saniyə çatanda partlayıb. Deməli burada 25 olub, gəlib burada 5 olub və 5 metr/saniyə sürətində qəlpələrə bölünür. Bundan sonra isə impulsun saxlanma qanununa baxırıq. İmpulsun saxlanma qanununda isə biz bilirik ki, başlanğıc impulsun saxlanma qanununda deyilər toqquşmadan əvvəlki impulsların cəmi, vektorial cəmi toqquşmadan sonraki impulsların vektorial cəminə bərabərdir. Bizdə isə partlamadan qabaq impuls bərabərdir. Partlamadan sonraki qəlpələrin impulslarının vektorial cəminə, yəni P1 oxlarını da qoyaq burada. Deməli P bizdə nəyə bərabərdir? P bizdə bərabərdir. Başlanğıc halda deməli kütləsi 15'dir. Sürəti isə nə olur? Sürəti isə biz dedik ki 5 metr/saniyə. Yəni 5 olanda partlayır baxın. Ona görə də 15 kiloqramı vururuq biz 5'ə. Yəni bir şeyi xüsusilə vurğulayım ki, söhbət bax buradan gedir. Bütün impulsu bax biz bura tətbiq edirik. Artıq biz bu bizə lazım deyil, çünki biz buradakı sürəti tapdıq. Deməli 15'i vurduq 5'ə.
P1 isə bax görürsüz ki, x oxunu biz belə çəkirik. X oxu belədirsə, onda birincinin sürəti nə olacaq? Mənfi olacaq. X oxuna əksdir. İkincinin sürəti isə müsbət olacaq. Ona görə də birinci üçün qəlpənin kütləsi 5-dir. Çünki impuls MV-dir, 5-dir. V-si isə nədir? Mənfi 5-dir. Sonra P2 bizdə nədir? P2 isə bizdə demək kütləsi 10-dur. Sürəti isə müsbət V2-dir. Bunu bilmirik. Bunu da tapmaq üçün biz buradan deyirik ki 75 bərabərdir. Mənfi 25 üstəgəl 10 ve 2. Buradan da alırıq biz ki 10 ve 2 bərabərdir 100'ə ve 2 də bərabərdir 10 metr böl saniyə. Deməli 10 metr ikinci qəlpənin sürəti atılan anda 10 metr böl saniyə olub. Bax burada 10 metr böl saniyə olub. İndi burada maksimuma gedən nöqtəni biz kinematikadan necə tapırdıq? Biz onları bax tapmaq üçün belə bundan istifadə edək. Deyirdik ki h bərabərdir V2'nin kvadratı, yəni son sürət də 0'dır. Ona görə onu yazma. Bölünsün 2J. Onda h da bərabərdir. V'nin kvadratı 100'dür. 100'ü böləndə biz 20'ye, onda h bərabərdir alır 5 metr. Deməli, h böyük h özü nəyə bərabərdir? Deməli, biz bu qalxan müddət, bax bu çaşdırmasa bunu x eləyək. Bax, bu məsafə bizdə x-dir. Bax, bunu da x edək. Bu da x-dir. Deməli, x-i biz tapdıq. Böyük h da nəyə bərabərdir? Bərabərdir kiçik h üstəgəl x. Deməli, böyük h bərabərdir. Kiçik h bizdə 30'dur. Üstə gəlsin 5. Deməli, h bərabərdir 35 metr. Deməli, birincini tapdıq. Keçirik birinci məsələnin həlli 35 metr imiş. İkincidə isə həmin tiplidir. Yəni tipi həmindir. Amma burada isə partlamada şaquli yox, bizdə üfüqi istiqamətdə baş verib. Üfüqi istiqamətdə baş verib. Deməli, burada da 40 metr böl saniyə sürəti 10 kiloqramla cisim yuxarı atılır. Yuxarı qalxanda müəyyən maksimum nöqtədə parçalanır. Deməli, birinci hissə üfüqi sola doğru 10 metr böl saniyə sürəti ilə. İkinci hissə isə yerə düşənə qədər üfüqi istiqamətdə getdiyi yolu soruşur. Bax, x oxunu da biz belə çəksək, gəlin indi baxaq. Belə olan halda biz yenə də maksimum nöqtədə partlayan andakı bunun sürətini tapmalıyıq. Yəni bütöv olana kimi. Bu zaman biz neyinirik? Deyirik ki, yəni bu məsafə bizdə h məsafəsidir. Deyək ki, bu h məsafəsidir. Bu h məsafəsini tapmaq üçün h bərabərdir. Başlanğıc sürət, yəni 40 vurulsun t, burada da 2 saniyədir. Çıxılsın 10 vurulsun 2'nin kvadratı böl 2. H da bərabərdir 80 çıxılsın 4'ü 10'a vurduq 40, 2'ye böldük 20. Deməli, H-ımız bizdə 60 metrdir. Deməli, 60 metr hündürlüyə qalxır. Qalxan andakı sürətini necə tapırıq? Orada da V bayaqki kimi VC2 bərabərdir 40, VC1 bizdə 40'dır. Tabi mən bir də təkrar yazmıram. C1'in yerinə bir dəfəlik qiymətini yazılır. Çıxılsın
10 vurulsun 2. Deməli VC2, yəni partlamamışdan qabaq 2 saniyədən sonra sürəti olub 20 metr bölünsün saniyə. Bunu biləndən sonra impulsun saxlanma qanunundan istifadə edirik. Bayaqki kimi P partlamamışdan qabaq bərabərdir qəlpələrin impulslarının vektorial cəmi. Birinci halda yuxarıda olanda kütləsi 10 kiloqramdır. Bunun sürəti nəyə bərabər olur? Sürəti biz dedik ki, burada bərabərdir. Gördüyünüz kimi VC2 20'dir. Yəni V20'dir. X oxu da gördüyünüz kimi sağa doğrudur. Onda P1 sola olduğuna görə P1 4 vurulsun mənfi 10. P2 isə ikincinin kütləsi 6 vurulsun sağa doğru, yəni biz onu bilmirik, hələ onu axtarırıq biz. V2. Onda buradan belə çıxır ki 100 üzüstəm 200 bərabərdir mənfi 40 üstə gəlinsin 6V2. Buradan da 6V2 bərabərdir 240 V2 də bərabərdir bizdə 80. Üzr istəyirəm. 40 edir. 40 metr bölünsün saniyə. Deməli 40 metr bölü saniyə cisim partlayan anda ikinci 40 metr bölü saniyə sürəti ilə sağa doğru inib hərəkət edib. Bundan sonra isə biz nə edirik? Biz artıq istifadə edirik. Bax bu el uzunluğunu tapmaq üçün biz indi bilməliyik ki, bu 60 metr məsafədən, bax 60 metr məsafədən sanki atılıb bu 40 metr bölü saniyə sürəti ilə. Hündürlük də bizdə 60 metrdir. İndi biz bilməliyik ki, bu düşmə müddəti nə qədərdir? Onu tapmaq üçün biz deyirik ki, H bərabərdir JT kvadrat bölü 2. T də bərabərdir buradan kök altında 2H bölü J. Yəni T bərabərdir kök altında 2 vurulsun H da bizdə 60'dır. Bölünsün 10. 2'ni 60'a vururuq. Bu da eləyir bizdə 2'ni 60'a vuranda bu da eləyir 120. 120'ni böləndə T bərabərdir kök altında 12. 12. İndi el məsafəsini tapmaqda isə biz bilirik ki, el məsafəsi də el bərabərdir V2 vurulsun T uçuşdur. Uçuşu da biz tapdıq. Kök altda 12'dir. Onda el də bərabərdir. V2 bizdə nədir? V2 bizdə biz tapdıq V2'ni ki 40'dır. 40'ı biz vururuq uçuş müddəti kök altda 12'ye. El də bərabərdir. Kök 40 vurulsun. Kök altda 12'ni 3 vur 4 yazsa, 4'dən də 2 çıxsa, 2 vur kök altda 3. El də bərabərdir 80 kök altda 3. Bax cavab budur. 80 kök altda 3. Gördüyünüz kimi məsələlər çətin olsa da, amma bu tip məsələlər içərisində gördüyünüz kimi həm impulsun saxlanması və həm kinematika var. Buna aid bucaqlarla da olanlar var. Növbəti videolarımı izləməyə davam edin. Videolarımı bəyənin və like vurmağı unutmayın. Abunə olmağı da unutmayın ki, biz daimi olaraq bu tipli məsələləri və yaxud da fizikaya aid maraqlı fikirləri, faktları öz kanalımda paylaşacağım. Hələlik dostlar, sağ olun.